Salam, xoş gördük. Yenə mən Jurnalist Vilayət Muxtar. Demək, bugün səhər-səhər hava limanında, yəni təyyarələrlə bağlı bir hadisə yaşanıb. Deməli, Azala məxsus təyyarə Bakıdan Varşavaya uçuş həyata keçirərkən hava gəmisi göydə olan vaxtı sərnişinlərdən birinin vəziyyəti pisləşib və həmin o təyyarənin kapitanı təcili eniş qərarı alıb və Bakı hava limanına təcili enməklə bağlı sorğu göndərib. Səhər saat 07:45-də həmin təyyarə Bakı hava limanına, Heydər Əliyev adına Bakı hava limanına təhlükəsiz eniş edib. Dərhal təcili tibbi yardım xidməti göstərilib həmin sərnişinə və həkimlər həmin sərnişinin yenidən uçuş həyata keçirməsinə icazə verməyib. Eyni zamanda təyyarənin kapitanı texniki nasazlıq sorğusu da verdiyindən təyyarədə olan digər sərnişinlər də təxliyə edilərək Heydər Əliyev adına aeroportda müvəqqəti yerləşdirilib. Bu məlumat isə Azərbaycan Hava Yolları yayıb, Azar yayıb. Hər halda təhlükəsizlik daha önəmli məsələdir. Digər sərnişinlərdə səfərlərində uğurlar arzuluyuruq.